Առաջին Ղարաբաղի հարցը ինձ համար միշտ է եղել այժմիական։ Միշտ։ Իմ առաջին օրվանից։ Ermənistanın birinci prezidenti Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın işğal olunmuş Azərbaycan torpaqlarının təcili qaytarılması ilə bağlı təklifi ermənilər tərəfindən ciddi şəkildə dəstəklənir. Verilən məlumata görə övladlarının Qarabağda ölməsinə qarşı olan valideynlərlə yanaşı bir sıra siyasətçi və ictimai xadimlər də Ter-Petrosyanın çağırışına qoşulub. İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyan bütün erməniləri Ter-Petrosyanın Qarabağ təklifinə qoşulmağa çağırıb. O, bu təklifin münaqişənin həll olunmasında ən düzgün variant olduğunu qeyd edib. Sitat: Onun təklifi münaqişənin həlli üçün ən yaxşı variantdır. Biz ölkənin gələcəyi üçün buna qoşulmalıyıq. Bundan yaxşı variant yoxdur. Statın sonu. Qeyd edək ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, nə qədər ki gec deyil, Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir. Geciksək, nəticə bizim üçün daha pis olacaq. O əlavə edir ki, ərazilər könüllü qaytarılmasa, bunu sanksiyalarla həyata keçirəcəklər. Եթե ունեցել են կոնֆլիկտներ հարևանների հետ եւ այլն, առաջին խնդիրը պետք է լիներ այդ կոնֆլիկտների լուծումը։ Մինչև հիմա չի լուծված։ Ինչևէ դա պատմություն է, իսկ եթե ինչ վերաբերում այսօրվան